Hal-hazırda Edinix platformasında gördüyünüz hesab müəllim hesabıdır. Əvvəlcə siniflərin bölməsinə daxil olursunuz. Daha sonra yeni sinif yarat düyməsini tıkladikdə sizdən sinif üçün bir ad təyin etməyiniz tələb olunur. Sinif yaradıldıqdan sonra ora şagirdləri əlavə etmək üçün onların unikal kodlarını daxil etməlisiniz. Edinix platformasında qeydiyyatdan keçmiş hər bir şagird hesabına 6 rəqəmli unikal kod verilir. Bu prosesi sinifin bütün şagirdləri əlavə olunana qədər davam etdirirsiniz. Əgər başqa bir sinif yaratmaq istəyirsinizsə, eyni qaydada yeni sinif yarat düyməsini tıklayaraq prosesi təkrarlaya bilərsiniz. İmtahan yaradıldıqdan sonra həmin imtahan müəllimin ana səhifəsində görülür. İmtahanın üzərində yerləşən göndər düyməsinə kliklədikdə ilk olaraq sinif seçimi mərhələsinə keçirilir. Növbəti addımda şagird seçimi həyata keçirilir. Bu mərhələdə ya bütün sinif şagirdlərini, ya da bəzi şagirdləri seçmək mümkündür. Ardınca imtahanın aktiv olacağı tarix və saat, eləcə də son giriş vaxtı müəyyən edilir. İstəyə əsasən imtahan göndərildiyi andan etibarən aktivləşdirilə də bilər. Bütün seçimlər tamamlandıqdan sonra göndər düyməsinə kliklənir. Bu mərhələdən sonra şagird öz hesabına daxil olduqda ana səhifəsində ona göndərilmiş imtahanı görəcəkdir. Hazırda imtahanın başlama vaxtı saat 12:00 olaraq təyin edildiyi üçün başla linki deaktivdir. Müəyyən olunmuş vaxt çatdıqda isə başla linki avtomatik aktivləşəcək və şagird imtahanı işləyə biləcəkdir.